Namaz qılmayan insan cəhənnəmə düşəcək sual veriblər burada. Elə bu sualın cavabını Quran-ı Kərim verir. Allahın kitabı bu sualın cavabını verir. Quran-ı Kərimdə bu haqda açıq-aşkar ayə var. Açıq-aşkar ayə var və Müddəssir surəsi 42-ci 43-cü ayədir. Uca Allah həmən ayədə buyurur ki, o gün cənnət əhli sual verəcək cəhənnəm əhlinə. Sizi bura salan nədir axı belə? Yəni nəyə görə düşmüsünüz cəhənnəmə? Allah Taala qabaqcadan onların danışığını bizlərə Quran-ı Kərimdə bildiribdir. Sual verəcəklər ki, sizi bura salan nədir belə? Cəhənnəm əhlindən cavab gələcək ki, biz namaz qılanlardan deyildik. Diqqət edin, biz namaz qılanlardan deyildik. Yəni dünya həyatında namaz qılmırdıq. Allah qorusun. Yəni bu ayə açıq-aşkar göstərir ki, namazı tərk edən insan, namazı qılmayan insan bəli, cəhənnəmə düşəcək. Allah qorusun, cəhənnəm əzabı var. Onun üçün namaz qılmamaq bu qədər təhlükəlidir. Namazı tərk eləmək bu qədər təhlükəlidir. Və bundan başqa da Quran-ı Kərimdə ayə var. Məsələn, Məryəm surəsi 59-cu ayə də namaz qılmayanın cəhənnəmə düşməyinə dəlildir, yəni. Ona görə də